Salam uşaqlar. Bugünkü qəbul imtahanının izahına baxaq. 61-ci testdə deyir, Bizans dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətini müəyyən edin. Birinci Göytürk dövləti ilə ümumi cəhətinə gedəcək xalqlar, demək, Sasanilərlə müharibə etməsi, bəli, Bizans-Sasani müharibəsi də var, Göytürk-Sasani müharibəsi də var. 1-ə A gedəcək, 1-ə A. Sonra 1-ə xalqların böyük köçü dövründə yaranması, bəli, bu doğrudur. B də gedəcək 1-ə. Çünki 1-ci Göytürk dövləti də xalqların böyük köçündə yaranıb. 1-ə AB gedəcək. Demək, 1-ə AB variantı C-dədir. Gəlin C variantını yoxlayaq. Çünki Çini asılı vəziyyətə salması Bizansda elə bir hadisə yoxdur. Muğan xalqın 1-ci Göytürkdə hücum edibdir. Demək, 1-ə AB, 2-yə BC-ni yoxlayaq. 2-yə B, Göytürklərin hücumuna məruz qalması. Axun dövləti Göytürklərin hücumuna məruz qalıb. Bəli, B. Bir də C variantı 4-cü əsrdə yaranması. Bəli, hər ikisi 4-cü əsrdə yaranıbdır. 3-ə isə A, Albaniya dövləti Rəşidi xəlifələrinin qoşunlarına qarşı mübarizə aparıb. Düzdür. Məsələn, Cavanşirin dövründə, çünki Əməvilər 661-də yaranıbdır. Bir də Bizans dövləti də Bizans ərəb müharibələri ona gedir. Çünki bilirik ki, 6-cı əsrdə onların mübarizəsi vardır. Bir dəqiqə, Bizans və ərəb mübarizəsi vardır da. Rəşidi xəlifələri dövründə hücum edilən ərazilərdən biri də Bizansdır. Cavab C variantı. 62. Paleolit və mezolit dövrlərinə aid oxşar cəhətlər. İstehlak hər ikisində var, düzdür. 2. Qadınların cəmiyyətdə mühüm rol oynaması, bu da düzdür. İnsanların mağaralarda məskunlaşması, bəli, hər ikisinə aiddir. Cavab 1, 2, 3, B variantı. 63-cü test. 1787-ci ildə qəbul edilən ABŞ Konstitusiyasının işini yoxlama və səlahiyyətlərinə malik olması demək, qanunverici hakimiyyətə aiddir. 1-ə A, Konqres adlandırılması, 1-ə və C gedir. 1-ə A və C. 1-ə A və C görək harada var? A variantında var. 1-ə A, C, 2-ə A. Prezident tərəfindən rəhbərlik edilməsi, düzdür. Çünki icra edici 2-yə A gedir, rəhbər ömürlük seçilmir, qanunlara veto qoymaq hüququnun olması var. 2-yə B və C getmir, 1-ə A gedəcək, 3-ə də məhkəmə hakimiyyəti qanunların konstitusiyaya uyğunluğuna nəzarət edilməsi. Demək ki, 63-də olacaq A variantı. 1-ə A, C, 2-yə A, 3-ə də A. Digərlərinə baxaq. Məsələn, burada 3-ə yazır, hərbi qüvvələrə məhkəmə başçılıq edir, rəhbər xalq tərəfindən seçilir. Məsələn, 3-ə harada B və C varsa o gedir. 3-ə B, C, 3-ə B gedir. Məsələn, ikinci variantda deyir ki, icra edici hakimiyyət rəhbəri ömürlük seçilir. 2-də B harada varsa o da gedir. 2-də B harada varsa o da gedir. Qanunlara veto qoymamaq hüququ da gedir. C də gedir. Deməli, burada olacaq cavab A variantı. Digərinə baxaq. Uyğunluğu müəyyən edin. 1 Dərbənddir, 3 Şamaxı, 2 isə Təbrizdir. Demək, 1-ə gedir Dərbəndə, Monqollar tərəfindən tutulması Azərbaycan işğalının başa çatması. 1-ə D gedəcək. 1-ə D görək harada var? 2 variantda var. Gəlin D variantını hələlik yoxlayaq. 2-yə isə B yazır. 1225-ci il Cəlaləddin ordusu tərəfindən tutuldu Təbriz. Bu doğrudur. Burada da 2-yə B gedir, amma burada 3-də A və 3-də C fərqlidir. Görək, D və E variantlarını yoxlayaq. 3-ə A yazır, Səlcuqların hücumuna məruz qalmışdır. Şamaxı, bəli, hücumuna məruz qalıb. Səlcuqların hücumuna məruz qalıbdır. 13-cü əsr yazıb A. 1-də 3-ə yazır, C, Monqolların birinci rüşvətini da. Onda burada Y variantı olacaq. 64-də Y variantı. Əsrə baxmaq lazımdır. Deməli, 65. Hökmdarı Qızıl Arslanın fəaliyyəti üçün xarakterik deyil. Hökmdar Qızıl Arslan paytaxtın Həmədana köçürülməsi cavab C olacaq. 66. Çünki Məhəmməd Cahan Pəhlivan köçürdübdür Naxçıvandan Həmədana. 66. Şimali Azərbaycanın 9-cu əsrin 40-cı illərində həyata keçmiş sosial-iqtisadi tədbirlərə aid deyil. Məsələn, torpaq məsələsi iqtisadi kimi götürmək olar. Ona görə Xəzər vilayətinin mülkiyyətdarlarının til torpaqları müsadirəsi 41-dədir. Qazax-Şəmşədid Borçalı nahiyəsində yaşayan mülkiyyətdarların torpaq sahibliyinə məhrub edilmələri 41-dədir. Komendant idarə üsulu 40-cı ildədir. Sahibkar kəndlərin mülkiyyətdar tabelisi adının verilməsi 47-ci ildədir.
Bu da kəndlidir. Amma Ali müsəlman silkinin hüquqları haqqında reskript bu siyasi hadisə olduğuna görə 66 Y olacaq. 67. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Fransa. Məsələn, Azinkur döyüşündə qalib gəlməsi. Böyük Zaqlar xaritəsi bilirik ki, İngiltərədədir. Ona görə 2-yə A götürürük. 2-yə A. Demək, 2-yə A harada varsa gəlin o üstdən gedək ki, tez tapaq. Bir də C, Azinkur döyüşünə qalib gəlməsi. Bəli, 2-yə A, C doğrudur. D variantı üzərində duraq. 3-ə isə B, D. Ortaya isə 100-lik müharibədə iştirak bu doğrudur. Bir də D isə demək, B görək nədir? Səlib yürüşlərində iştirak. Bəli, bu da doğrudur. D variantın birincisində isə Y deyir. Y-də Jaklar üsyanının baş verməsi, bəli, doğrudur. Deməli, cavab D variantıdır burada. Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda milli hökumət süqut etdi. Xeyr, milli hökumət orada 1920-ci ildə yaranıbdır. 21 Azər hərəkatı olmayacaq, çünki o 2-ci Dünya müharibəsinə düşə bilər. Daha sonra Şəvərin rəhbərliyi milli hökumətinin təşkili 1920-ci ildədir. 1945-ci ildədir, o da aid deyil. Birinci Dünya müharibəsinə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə milli hökumət yarandı da olmayacaq, çünki milli hökumət 20-ci ildədir. Cavab olacaq Y variantı. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi etdiyi ADP-nin təşkil olması Birinci Dünya müharibəsinə düşür. 69-cu test. Ərəb xilafəti və Böyük Səlcuq dövlətinin tarixinə aid ümumi cəhətlər Azərbaycan özlərinə tabe ediblər. Biri mütləq 1-dir. Bir də xidmətə görə ilk torpaqlarını paylamışlar. 1 və 4-dür. Cavab D variantıdır. 70-ci test. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Avropa dövlətləri ilə münasibətlərinə önəm verir. Avropaya ilk rəsmi səfər zamanı aparılan danışıqlar nəticəsində ölkəmiz Avropa təhlükəsizlik sisteminə doğru ciddi irəliləyiş edir. Bilirik ki, o ilk səfərdə 1990-cı ildə qəbul edilmiş Paris xaritəsini imzalamışdır da. Bəli, davam edək. Deməli, 70-ci testdə bilirik ki, Heydər Əliyevin ilk rəsmi səfəri Fransaya olmuşdur. François Mitterrandla görüşür orada və 1990-cı ildə qəbul edilmiş Paris xaritəsinin imzalanması olacaq. Cavab olacaq Y variantı. Çünki ölkəmizin ATƏT-in Minsk qrupuna qoşulması Minsk qrupuna ümumiyyətlə Azərbaycan üzv deyil. Yəni, Minsk qrupu Azərbaycanla bağlı məsələni həll edir. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə bağlı qətnamənin qəbul edilməsi də bu dövrdə deyil. Azərbaycan BMT nizamnaməsinə əməl edəcəyini təsdiqləməsi də bizim BMT-yə üzv olduğumuz üçün hər hansı bir BMT nizamnaməsini elə 92-ci ildən bu yana avtomatik təsdiqləyirik. 71-ci test. 1940-cı ilin yazında Alman ordusu Danimarka, sonra Norveçə ələ keçir, az sonra Hollandiya və Belçika təslim olur deyir və demək burada Almaniya soruşur nəyi pozur, Locarnoda imzaladığı nəyi pozur. Molotov-Ribbentrop paktının şərti ola bilməz, çünki Molotov 1939-cu ildə Polşanın bölünməsi haqqında idi. Avstriyanın ərazi bütövlüyünün təminat altına alması, bu belə bir maddə burada pozulmur, çünki burada nəyi soruşur? Locarnoda deyir. Locarnoda Avstriya ərazisi təminata alınmayıbdır, Strezada alınıbdır. Reyn bölgəsində həbsləşmişlərini pozması, o 1936-cı ildə ora qoşun çıxartması ilədir. Silahların azalması haqqında konvensiya müddəasına riayət etməyi verir. Bir də sərhədlərin toxunulmazlığı. Yəqin ki, işğal etdiyinə görə çox güman ki, burada Y variantıdır. Sərhədlərin toxunulmazlığının təminat altına alınması bəndini pozar. 72. Albaniyanın 6-cı əsr ikinci yarısı tarixi üçün xarakterikidir. Mehranilər sülaləsi səhvdir, çünki Mehranilər 630-cu ildən başlayıb. Ona görə harada bir varsa o gedir. Yerli türk hökmdarlar tərəfindən idarə edilməsi, deməli 510-629-cu ildən bu yana, 510-629 orada Sasani mərzibanlığı dövrüdür. Sasanilərin şimal canişinin tərkibində olması 1-3 olacaq. Bir də yerli hökmdarlar tərəfindən idarə edilməsi 510-629 Sasani mərzibanlığı olduğuna görə
Sasanilər idarə edirlər və orada 2-ni onda götürürük də. Çünki Mehranilər bir dəqiqə, yalnız biri də var. Yerli hökmdarlar onda götürməyəcək. Çünki 516-29 Sasani mərzbanlığı dövrüdür. Aha, mən cavablara fikir vermirdim. Sasanilərin şimal canişinin tərkibində olması olacaq yalnız 3. 72-də yalnız 3. 73. Nadir Şah Əfşarla Qubalı Fətəli xana aid oxşar ortaq xüsusiyyətlər. Rusiya dövləti ilə danışıqlar. Bəli, Fətəli xanda da var, Nadir Şahda da var. Vergi sahəsində islahat, bəli, hər ikisində var. Amma vahid Azərbaycan yaradılması bu yanlışdır. Bir də Osmanlı ilə sülh müqaviləsi Fətəli xanda yoxdur. Cavab 1-2 A variantı. Qaraqoyun dövlətinin Teymuri dövləti ilə oxşar Səfəvilər dövlətindən fərqli xüsusiyyətləri. Osmanlı dövləti ilə müharibə aparması, Qaraqoyunlarda Osmanlı mübarizə olmadığına görə bir olan variantlar çıxır. İkilərə baxaq. 2. Şirvanşah 1-ci İbrahimlə mübarizə. Bəli, hər ikisi İbrahimlə mübarizə aparıbdır. Qaraqoyunlular 1412-də, Teymurilər 1405-də Osmanlıdan və Səfəvidən fərqidir bu. Deməli, biri 2-dir. Biri də Bayandurlu sülaləsinin qüvvələrinə qarşı mübarizə aparmaqları. Qaraqoyunlu Bayandurluya qarşı mübarizə aparır, Teymuri də aparır. Amma Səfəvidə aparır, baxa, burada deyir, Səfəvidən fərqini göstər. Ona görə hələ ki 2-ni tapmışıq. Şeybanilərə qarşı mübarizə Səfəvlərdə var. Uzun Həsənin qoşunları da biri də 5 olacaq. Cavab B variantı 2 və 5. Çünki Uzun Həsəni Səfəvlər görmür, amma Qaraqoyunlularla da Uzun Həsən mübarizə aparıbdır. Teymurlərlə də mübarizə aparıbdır. Çünki Uzun Həsən 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluları məğlub etmiş. Teymurlər də 1468-də ilk məğlub etdiyi dövlətdir. Bu da 2-5-dir. Uyğunluğu müəyyən edin 75-ci test. 20-ci əsrin 50-ci illər yeni konstitusiya ola bilməz. Çünki 37-ci il konstitusiyasıdır sonu. Kartoçkanın ləğvi də ola bilməz. 47-dədir. Onda C olacaq. Ermənistanda yaşayan Azərbaycanın köçürülməsi 48-53. 1-ə C gedəcək. 1-ə C görək harda var? Testə bax. 1-ə C bir A-da var, bir də D-də var. Milli Azərbaycan MAQ-ın yaranması 62-dədir. 2-yə də A gedəcək. İcbari 10-lik 66-dadır. Cavab D variantı 75-də. Qədim Misirdə 2-ci Ramzesinin hakimiyyət dövrü üçün səciyyəvidir. İlk dəfə Suriya ola bilməz. Çünki Suriya Fələstin Finikiyanı tutmuşdu. Dini idarələrin çatı, xeyr, bu da yanlışdır. B yanlışdır. Finikiyanın Misirin hakimiyyəti altına düşməsi, bəli, biri C variantı olacaq. C variantı olacaq. Fivdən köçülməsi belə bir şey yoxdur. D yanlışdır. Misirdə ilk Sərdəbə də ola bilməz. Çünki bu Xeopsin dövründədir. Cavab C 76-da. 77. Xəritədə ştrixlənmiş ərazidə mövcud olmuş Azərbaycan dövlətinə aiddir. İskit padşahlığı ilə ittifaqda Asuriya dövlətinə qarşı mübarizə aparması. Aha, bu hansı dövlət olduğunu baxaq birinci. Çünki İskit padşahlığı nə əlaqə? Parfiya şəklər. Oğuz Səlcuq türkləri ilə ittifaqda Bizans, Erməni və Gürcü feodallarına qarşı mübarizə aparması olacaq. Çünki İskitlə bunun nə əlaqəsi olacaq? Nə Albaniya deyil, nə Atropatena deyil, nə Manna deyil. Slaven yürüşləri ola bilməz, çünki Slavenlər Xəzərdən gəlirdi. Eramızın əvvəllərində Parfiya şəkilləri tərəfindən işğal olunması da hansına aiddir? Nə Albaniya deyil, nə Atropatena deyil. Ona görə D variantı Oğuz Səlcuq türkləri ittifaqda Bizans, Erməni, Gürcü söhbət Şəddadilərdən gedirsə cavab D variantı olacaq. Bir müddət Sacilər, Salarilər dövlətindən asılı vəziyyətdə olması deyir ki, xəritədə göstərilmiş ərazidə mövcud olmuş Azərbaycan dövlətinə aiddir. Oğuz Səlcuq türkləri ilə ittifaqda Bizans, Erməni və Gürcü feodallarına qarşı mübarizə aparması olacaq Şəddadilər. Çünki Sacilər, Salarilər Şəddadiləri tuta bilməz. Dövr uyğun deyil. Yaşadıqları dövr. 78. Osmanlı Sultanı 1-ci Süleymanın hakimiyyəti rahat saldı. Ədirnəyin köçürülməsi muraddır. Biri olanı çıxırıq. 3 variant gedir. İspanlar o döyüşübdür, bilirik ki, biri 2-dir. Səfəvi dövləti ilə sülh amasiyanı imzalayır, biri 3-dür. Biri də Moxacdır. Moxac döyüşündə qələbə qazanır. 2, 3, 5 olacaq. C variantı. Almaniya Federativ Respublikası 20-ci əsrin 50-ci illəri Alman möcüzəsi dövrüdür da. Bilirik ki, Almanlar yardım alırlar Amerikadan. Trümen doktrinasına əsasən. Ona görə də
qapalı iqtisadiyyat ola bilməz. İqtisadi yüksəliş olacaq 79-da Y variantıdır. 80. Xəritədə ulduzla işarələnmiş ərazi Xocavənd rayonudur. Birdə deyir 2024-cü ildə dövlət başçısı burada prezident seçkilərində səs vermədə iştirak edib. 2-də deyir 10 noyabr bəyannaməsinin əsasən rayon mərkəzi azad edilir. 2 yanlışdır. 2 olanları çıxırıq. Sonra deyir antiterror əməliyyatı ərəfəsində ərazisində sülh məramlı kontingent əməliyyatı ərəfəsində biraz oxunmur. Ərazisində Alban memarı, biri də 4 olacaq. Deməli 1 və 4 olacaq cavab. 1 və 4 də B variantıdır. 81. Manna hökmdarı Ulusunlu və Valinin hakimiyyətinə aid oxşar cəhət Assuriya ilə ittifaqın bərpa edilməsi. Bəli, Ulusunlu da bərpa edir, Vali də atasının səhvini düzəldirək bərpa edir. Kəndlilərə torpaq verilməsi haqqında qanunun qəbul edilməsinə çalışan Tiberi Qrax nəyə günahlandırılır? İmperator olmaq. İmperator dövrü deyil, padşah olmaq cəhdi. Cavab B variantıdır. Demək, senata arxanlaraq dövlət çevrilişi, belə bir söhbət yoxdur. Qulları və kəndləri üsyan qaldırmaq və patrisilərin torpaqlarını əllərindən almaq, xeyr, belə bir söhbət də orada yoxdur. Xalq yığıncağında konsullar və senatın mövqeyini zəiflətmək cəhdində belə bir cavab da yoxdur. Xuruncarcılığı müəyyən edin. Qızıl Ordu dövlətində İslamın qəbul olması Qazan xandır, 1313. Qızıl Ordu xanı Əhməd xanın Moskva knyazlığına yürüş etməsi 1480. Qızıl Ordu dövləti və Hülaki arasında mübarizə elə Hülakilərin yarandığı dövrdən götürə bilərik. 1260-lardan 1263 təxmin edək. Çünki Hülaki xan dövründə artıq onların mübarizəsi var idi. Və Təbriz şəhərinin Toxtamışın hücumları tərəfindən tutulması, bu Toxtamışın hakimiyyət illərinə məsələn uyğun da götürməlilər, amma daha dolğun 1385-ci il götürə bilərik. Ona görə birinci olacaq Hülaki 3, daha sonra olacaq Təbriz 1313 3-1, daha sonra olacaq Təbriz şəhərinin Toxtamışın qoşunları tərəfindən tutulması 4, daha sonra olacaq Qızıl Ordu Əhməd xanın Moskva knyazlığına hücum etməsi 1480. Ən sonda 1480 olacaq. 3-ü götürürük, sonra götürürük İslamın qəbulu 3-1, 4-2. Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə ümumi sıraları müəyyən edilir. Məsələn, burada 4 tamam səhvdir. Marağa Rəsədxanasının astronom deyil, Kəmaləddin Behzad. Ona görə Təbriz kitabxanasının rəhbəri idi, rəssam idi. 4-ü çıxırıq. Həsən bəy Rumlu 15-ci əsrdə yaşamayıb, 16-da yaşayıb. Ona görə cavab 2 və 3 olacaq. Aleksandr və Nikolay. Aleksandr 1801-1825, Nikolay 25-55-də hakimiyyətdə olub. Hər ikisi Fransa ilə döyüşməyib. Ona görə də Fransız hərbi qüvvələrlə mübarizə sırf 1-ci Aleksandra aiddir. Amma Qacarlar dövləti ilə mübarizə ikisinə də götürülə bilər. Çünki 1-ci Rus-İran müharibəsi və 2-ci Rus-İran müharibəsi Nikolaya düşür artıq. Ona görə 2-dir. Bir də Azərbaycan xanlıqları ilə mübarizə aparmaları da 3-ə gedəcək. 2 və 3 cavab olacaq. Qaradəniz götürmürük, çünki Yekaterinanın dövründədir daha çox. 86. AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətlər müəyyən müddət Milli Şura 1-1 olacaq. Parlament ola bilməz ikisinə də aid, çünki 7 dekabrda yaranır. Qonşu dövlətlərlə hərbi əməkdaşlıq götürəcək, çünki Bakı dövründə də imzalanıbdı. Gürcüstanla və Dağlılarla AXC Tiflis dövründə də imzalanıb Osmanlı ilə. 1, 3 olacaq. Bir də Fətəli Xoyski 3 hökumətə rəhbərliyindən görə bir də 4 olacaq. 87. Uyğunluğu müəyyən edin. Şah Məhəmməd Xudabəndiyə götürəcək çıldır döyüşünü. B. Əhalinin aşağı təbəqəsindən ibarət tüfəngçiləri götürəcək Abbasa. 2-yə C-ni götürürük. Xudabəndiyə götürürük. Bir də A da gedir Şah Abbasa, paytaxt Qəzvindən İsfahana köçürülməsi. 16-cı əsrin 70-ci illərində Krım xanını da götürürük Xudabəndəyə. 1-ə D gedir. Portuqalların Hörmüzü ələ keçirərək Səfəvlərin Hind okeanına çıxışını bağlaması heç birinə getməyəcək. Bu Şah İsmayılın dövrünə aiddir.
Situasiya bu haqdadır. Hüseynəli xanla başlayan birləşdirmə siyasəti Fətəli xan davam etdirdi. Ən gərgin mübarizə Şirvan regionu uğrunda gedir. Azərbaycanın şimal-şərq torpaqlarına tabe edilməsi bir sıra dövlətlərin narazılığına səbəb oldu və s. Görək nə soruşur. Mənbədə bəhs olunan xanlığın ələ keçirdiyi Cənub xanlığının adını və xəritədə işarələndiyi rəqəmi müəyyən edin. Cənub xanlığı 1-dir, burada Ərdəbildir. 1784-cü ildə Fətəli xan tutub. Daha sonra Şamaxını Dağıstanların hücumundan müdafiə etmək üçün mənbədə göstərilən xanlığın Şamaxı ilə əldə etdiyi razılaşmanın şərtini yazın. Şamaxı ilə onlar razılaşma imzalayıblar. Həmin razılaşmaya əsasən Şamaxı Şəkinin daxili işlərinə qarışmayacaq, lazım gəldikdə Fətəli xana qoşun verəcəkdir. Mənbədə bəhs olunan xanlığın Azərbaycanın cənub torpaqlarına yürüşündən geri çəkilməsinin 2 səbəbini yazın. Yekaterinanın və Dağlıların narazılığı, bir də bəzi xanlıqların da narazılığı ola bilər. Amma əsasən Yekaterinanın narazılığı, bir də Yekaterina vaxtı ilə Gavduşan mühasirəsində ona kömək etmişdi. Ona görə də o geri çəkilməyə məcbur olur. Bu qədər izahımız. Çox sağ olun. Dinlədiyiniz üçün təşəkkür edirik.